Deməli, uzunluqların nisbəti S1 bölünsün S2, yəni 6 olan iki çevrənin radius sayı nisbətini istəyir. Əvvəla çoxu yeni ədəd qoyma ilə də eləyə bilər, amma ki, yəni yeni ədəd qoyma sizə heç bir şey qazandırmır. Yeni bir şey öyrənmirsiniz. Ona görə də S ilə, baxın, mənə nəyin nisbəti S-yi verib, R istəyir. Deməli, S ilə R arasında əlaqə cüstürünü yazın birinci. Yəni uzunluqla radius arasında. S bərabərdir, yəni uzunluq bərabərdir 2 pi R. Bu düsturdan tapılır. Düz demirəm? Deməli, S ilə R düz mütənasib asılıdır bir-birindən. Fizikanın fizikanın bir dəqiqə, siz 9 S yox. Hədid niyə keçmirsə, düz mütənasiblərdən bunlar bir-birlərindən. Yəni, biri nə qədər artsa, o biri də o qədər artacaq. Məsələn, R-in kvadratı olsaydı, R 5 dəfə artsaydı, S 25 dəfə artardı. Amma bu dəfə R nə qədər artdı, S o qədər artacaq. S1-in S2-yə nisbəti R1-in R2-yə nisbətinə bərabər olacaq. Yazaq. Deməli, mən buradan bildim ki, S1 bölünsün S2 bərabərdir R1 bölünsün R2. Çünki düz mütənasib asılıdırlar. Məndən də verib ki, S1 bölünsün S2 6 olarsa, R1 bölünsün R2-ni tapın. R1 bölünsün R2-ni tapdım. 6. Cavab B variantı.